Perspektiv planlama müəllimin bir illik məktəb daxili, məktəbdən kənar, sinif daxili, sinifdən kənar fəaliyyətlərini özündə əks etdirir. Bəzən bunu silib sinifdən kənar, məktəbdən kənar yazılar, bu da doğrudur. Müəllimin həmin fəaliyyətini özündə əks etdirir yəni. Hər ikisi doğrudur. Gündəlik planlama isə müəllimin bir günlük yox, 1-45 dəqiqəlik, bu gedir akademik sayı. Sizin bir gündə neçə dərsiniz var? 5 dərsiniz. 5 dənə plan quracaqsınız, cari plan, gündəlik plan. Müəllimin 1-45 dəqiqəlik fəaliyyətini əvvəlcədən planlaşdırılmasıdır. Təbii planlaşdırma ilə bağlı geniş danışacaqsınız, amma problemlərin əvvəlcədən müəyyənləşdirilməsi və aradan qaldırılması üçün müəllimə istiqamət verir, bələdçi olur, yol göstərir. Bələdçi olsuz yol göstərəndir. Yəni, mən planı qurarkən müəyyən edirəm ki, əslində planımda istifadə etdiyim bu metod xanım müəlliməyə uyğun deyil və xanım müəllimə bu metodla istədiyimiz kimi öyrənə bilməyəcək. Problemi müəyyən etdim, onsuz dərsə başlamamışam ki, əvvəlcədən planımda dəyişiklik edirəm və düzgün istiqamət götürürəm. Yəni, problemlərin əvvəlcədən müəyyən edilməsi, aradan qaldırılması üçün istiqamətləndirici rol oynaması gündəlik planlamada müəllimə dəstək olur. Plan əvvəlcədən qurulur, düzdür? Bu qədər.